Hər kəsə yenidən salamlar. Gəldik çıxdıq bu uzun, dərin və bir o qədər də maraqlı silsiləmizin 8-ci və sonuncu hissəsinə. Bəli, doğrudan da böyük bir yol gəldik. Keçən buraxılışımızda böyük hədis alimi Əl-Mühsininin bizdə bu barədə mötəbər sənəd yoxdur etirafı ilə o məşhur üzük rəvayətinin necə çökdüyünü gördük. Lüğət və məntiq də bu iddianı rədd etdi. Elədir, amma mənim üçün bir sual hələ də tam bağlanmayıb. Əgər dəlil bu qədər zəifdirsə, ayənin birbaşa açıq oxunuşunda xəlifəlik yoxdursa, niyə əsrlərdir alimlər bu ayədən siyasi bir məna çıxarmağa çalışırlar? Buna heç olmasa öz aralarında necə don geyindirirlər? Çünki əllərindəki başqa bir metodologiyaya sığınmağa məcbur qaldılar. Bu metodun adı gizli nazdır. Yəni etiraf edirlər ki, bəli, ayənin zahirində, açıq oxunuşunda bir mənalı xəlifəlik yoxdur. Bu qapalı, gizli bir dəlildir. Bunu etiraf edirlər. Kimlər məsələn? Məsələn, böyük şiə alimi Əli Ət-Tabərsi İllamul Vəra kitabının 1-ci cildində dəlilləri aşkar və gizli olaraq ikiyə bölür və vilayət ayəsini məhz gizli dəlil siyahısına salır. Muhammed Cəfər Əl-Əstərabadi də eyni şey deyir. Hətta müasir alimlərdən Muhammed Əl-Mümin Əl-Qummi açıqca yazır ki, bu siyasi mənanı mübarək ayədən açıq şəkildə çıxarmaq çətindir. Ona görə də kənardan gələn rəvayətlər bizə kömək edir. Yəni deyirlər ki, Quran özü tək başına bu mənanı vermir. Biz kənardan səhih olmayan rəvayətləri gətirib ayənin içinə yerləşdirməliyik ki, o gizli məna düzəlsin. Bu isə Quranı öz təbii məcrasından, ərəb dilinin qanunlarından qoparmaqdır. Ay sağ ol. Elə ən böyük xəta da budur. Quran tapmaca kitabı deyil axı. Bəs yaxşı, əgər bu ayə rükuda üzük vermək barədə deyilsə, əslində niyə nazil olub? Ayənin əsl tarixçəsi nədir? Ən çox bilmək istədiyim budur. Məşhur ədiblər və təfsirçilər, məsələn, Əl-Cahiz və başqaları qeyd edir ki, eləcə də İbn Abbasdan gələn səhih təfsirlər göstərir ki, bu ayə məşhur səhabə Abdullah bin Səlam və onunla birlikdə İslama girən bir qrup Yəhudi haqqında nazil olub. Abdullah bin Səlam, o Mədinənin ən böyük Yəhudi alimlərindən biri idi. Peyğəmbəri görən kimi onun haqlı olduğunu anlayıb iman gətirmişdi. Tamamilə doğrudur. Təsəvvür et, o və yoldaşları İslama girdikdən sonra öz qövmü, yəni Yəhudilər, onlara qatı düşmən kəsildilər. Bütün əlaqələri kəsdilər və ən dişdilər ki, onlarla bir daha danışmayacaqlar. Abdullah bin Səlam çox kədərli və sıxıntılı halda Peyğəmbərin sallallahu aleyhi və səlləmin yanına gəlib dedi: Ya Rəsulallah, evlərimiz uzaqdır, qövmümüz isə bizi tərk etdi. Bizim artıq buralarda dostumuz, himayədarımız qalmadı. Deməli, ayə onlara təsəlli vermək üçün gəlib. Bəli, məhz o an, o kədərli vaxtlarında Allah Taala bu möhtəşəm ayəni endirdi. Sizin vəliyiniz, yəni əsl dostunuz və himayədarınız ancaq Allah, onun rəsulu və o namaz qılıb Allaha boyun əyən, yəni rüku edən iman gətirənlərdir. Yəni qəm yeməyin, Yahudilər sizi tərk etdisə, Allah və möminlər sizin dostunuzdur. Subhanallah. Bu tarixçə ayənin həm əvvəlinə, həm də sonuna necə də mükəmməl oturur. Elədir, əvvəldə deyir, Yahudi və xristiyanları dost tutmayın. Sonra da kədərlənən Abdullah bin Səlama deyir ki, sizin dostunuz Allah və möminlərdir. Sonra da xəbərdarlıq edir ki, dininizi ələ salanları dost tutmayın. Hər şey tək bir sözü belə məcaza, çətin yozumlara salmadan öz təbii yerini tapdı. Eynən, tarixi rəvayətlər deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayəni oxuduqda Abdullah bin Səlam və yoldaşlarının kədəri sevincə çevrildi və dedilər, biz Allahın, onun rəsulunun və möminlərin vəlayətinə, yəni dostluğuna razıyıq. Bununla da daxilində heç bir siyasi münaqişə daşımayan bu gözəl, sevgi, qardaşlıq və himayə ayəsi öz əsl, saf mənasına qovuşmuş oldu. Həqiqətən də hər şeyi bitirən və ürəkləri rahatladan bir yekun oldu. Bu 8 silsiləli silsilədə biz Quranın üslubunu, lüğəti, hədisi və hüququ çox dərindən öyrəndik. Mənim üçün unudulmaz bir dərs oldu. Mən də sənə və bizi səbirlə dinləyən bütün izləyicilərimizə təşəkkür edirəm. Haqqı tapmaq üçün mətnləri dərindən oxumaq hər zaman ən doğru yoldur. Yeni kitablarda, yeni müzakirələrdə görüşmək ümidi ilə. Özünüzdən müğayət olun, hələlik.